Hamıya salam, kanalıma xoş gəlmişsiniz. Məncə artıq vlogun adından bilirsiniz ki, burada indi nə baş verəcək bu vlogda. Deməli, burada belə Trendyol bağlamaları var və sadəcə belə alış-veriş etdiyim məhsullar var. Amma bunların hamısı Trendyoldandır və ən maraqlısı məncə sizə bu gəlir. Və həm də ev room turu çəkəcəm. Bu vlogu mən 2 gün çəkəcəm. Ona görə biraz qarışıq gələ bilər, amma çalışacağam ki, elə çəkməyim. Vlogu başlamamışdan öncə də sizə xatırlatmaq istəyirəm və statistikanı göstərmək istəyirəm ki, nə qədər insanlar mənim videolarımı izləyir, rəy bildirir, amma mənə abunə deyil. Zəhmət olmasa mənim kanalıma abunə olun və bu videoya rəy bildirməyi və like qoymağı unutmayın. Tak. Necəsiz? Biraz bir-birimizə baxaq. Hələm bunu da Trendyoldan sifariş eləmişəm. Belə balaca bıçaqdır. Qəşəng bunlar üçün. Başlayaq. Məncə ən birinci biz nədən başlayaq? Ən lazım olan məhsuldan hal-hazırda. Çünki telefonu qoymuşam 50 qəpiklik belə taxta ştativ var onun üstünə və vlog çəkirəm. Çox profesional. Yəni burada profesional ışığım var. 300 manatdır. Amma 50 qəpiklik ştativdən video çəkirəm. Ona görə elə ən birinci başlayaq bu Trendyol bağlamadan. Bu ştativdir. Tripoddur. Şimdi mən bunu açacağım. Kameranı qoyacağım bura və vlogu davam edəcəyik. Diqqət! Telefon tutucu və aparatlar buradadır. Tamam, onu bunu açıq səliqəli. Burada çok qəşəngdir də. O belə bir pul çıxdı ki, uzaq məsafədən çəkmək. Aha, belə bir şey çıxdı. Deməli, bu tripodla mən həm Reels çəkə biləcəm, həm YouTube üçün video çəkəcəm. Çünki məndə ştativlər var, amma yarısı Bakıda qaldı, təəssüflər olsun. Onları gətirdim, çünki çox ağır idilər. Çok geçer bir şartlı yani. İsterseniz bütün bu məhsulların linkini Instagram səhifəmdə paylaşacağım. Bu vlog çıxan kimi və Instagram səhifəmdə də paylaşacağım. Burada da heç nə yoxdur. Elə bildiyimiz adi belə ştativdir. Tripodik. Belə böyütmək olar. Aha, qəşəngdir, dayanır. Əslində məndə bundan var. Eynən bundan var. Hal-hazırda işıq yanıqdır. Mənə lazım olan sadəcə buydu və buydu ki, 360 dərəcə. Baxın, görün, elə bizim qırıqdır. Bunu düzəldim. Deməli, mən bunu düzəldim. Ştatifi qoyum. Tripodu yerləşdirim və vloga davam edeyim. Bu necə? Bu buradan çıxır. Bu bizə də lazım olmayacaq. Bunu bura bağlayırıq. Aha. Deməli, bunu belə eləsəm, bu olacaq Reels üçün. Mənə isə bu lazım deyil. Bunu açırıq, edirik düz, belə. Və indi isə belə qoyaraq, olacaq artıq YouTube üçün tripod. Bu mənim YouTube tripodum olacaq. İndi mən telefonu bir dənə bura yerləşdirim. Yerləşdirdim. Məncə əladır. Deməli, mən bununla bayaq video çəkirdim. 50 qəpiyə mən bunu almışdım. Amma qab falan yuyanda və ya yemək pişirəndə yaxşıdır. Kuxnyaya qoyuram. Lazımlı əşyadır. Başlayaq. Ən maraqsızlardan başlayayım. Sonra daha maraqlı məhsullara keçək. Deməli, bizdə burada Marajinikdə buz qabı yoxdur. Ona görə buz eləyən belə qab aldıq və çox qəşəngdir, silikonludur. Belə eləyən kimi buz çıxacaq. Məncə lazımlı məhsuldur, yay gəlir. Siz bilirsiniz də mən orqanayzer xəstəsiyəm. Orqanayzer aldım. 4 manat aldım, səhv eləmirəmsə, ya 5 manata. Bir də mən nəyə fikir vermişəm ki, fikir verdim daha doğrusu. Mən nə qədər link yaratdım Trendyolda və nə qədər məhsul əlavə elədim ki, mən Türkiyəyə gedəndə yeni ev üçün mən o məhsulları sifariş verəcəm. Amma mən bura gələndə link təbii ki açılmadı, çünki artıq Türkiyədə idim və Azərbaycan linkləri burada açılmır.
lazımdır VPN-lə girmək. VPN-lə də girəndə yenə də sifariş edə bilmirəm heç cür və həmin məhsullar Türkiyənin Trendyolunda yoxdur. Olsa belə çox bahadır. Amma buranın da özünə görə başqa məhsulları var. Yəni mən anlamıram. Axı bu Türkiyədən onsuz da gedir. Niyə Türkiyədə satılmır həmin mal? Onu anlaya bilmədim. Bunu mən istəyirəm hamam otağına qoymaq. Belə alındı organizer. Mən bəyəndim. Özdə 4 manata və ya 5 manata. Məncə çox əladır. Çox praktikdir. Plasmasdır, amma möhkəm plasmasdır. Yəni bura 1-2-3 kilo kartuşkada yığmaq olar. Daha sonra mətbəx üçün belə bir organizer aldım. Bunu mən aldım indirimlə 11 manata. Amma belə indirimsiz qiyməti 1 manata yaxındır. Deməli, siz bunu divara da yapışdıra bilərsiniz. Metlaxın üstünə, məsələn, kuxnyada. Və bu elə bir ki, belə divara yapışıq olacaq. Siz bura spesiyalar yığa bilərsiniz. Və nəyi ən çox bəyəndim ki, hər bir organizerin içində qaşıq var. Və balaca deyil. Mən elə bildim ki, balacadır və praktik deyil. Amma çox rahatdır. Belə yersiz açılır, tökürsünüz. Məsələn, duz, istiot, fərqli spesiyalar. Bizdə evdə çox spesiyalar var. Ona görə bizim üçün bu çox lazımlı məhsuldur və böyükdür. Bilmirəm, bəlkə sizdə balaca görünə bilər, amma böyükdür. Və nə xoşuma gəldi ki, divara da yapışdırmaq olar. Hətta videolara və şəkillərə baxmışdım Trendyolda. Rəylərə divara yapışdırmışdılar. Kimsə yazmışdı ki, artıq 1 ayda, 2 ayda o spesiyaları doldururam. Yenə də yapışır. Amma nəsə mənə şübhəli gəlir ki, bu 2 dənə nakleyka onu saxlayacaq. Amma bilmək olmaz, bəlkə bir güclü kley var. Ola bilər. Bunu da qoyduq bir qrama. Organizerlər bitmir ki, bitmir. Bu organizeri keçən vlogda görmüşdünüz. Bunu mən Trendyoldan sifariş etməmişəm. Bunu mən mağazadan almışam. Evin yanında 5 manata. Amma eynən bu məhsul 5 manata Trendyolda da var. Eynisidir, yəni. Sadəcə mən mağazadan aldım. Fərq yalnız onlardır. Məndə Bakıda var idi organizerlar, amma bu boyda organizeri Bakıdan təbii ki, gətirə bilməzdim. Sadəcə məndə Bakıdakı olan üstü şüşə idi. Amma onun da minusları var. Çünki elə olur ki, dukini falan qoyanda ya cızılır, ya çat əmələ gəlir. Amma bu çox yaxşı materialda olan plasmasdır və yumuşaqdır. İnanmıram ki, bu cızılar və qəşəngdir. Belə qara rəngdədir. 5 manata qızlar, yəni 5 manata bu superdir. Birazdan da mən bura kosmetikaları yığacağam. Burada mən təxmin elədim nə var. Təxmin elədim nə ki, bilirəm burada nə var. Bu da çox ucuzdur, həm də lazımlı məhsuldur. Baxın, hədiyyə qoyublar. Hədiyyə qoymurlar, həmişə hamıya hədiyyə qoyurlar, amma mənə qoymurlar. Deməli, belə bir şapkadır. Amma səhv etmirəmsə, şəklini bura qoyacağım. Bu belə deyildi. Bu belə deyildi. Mən əminəm ki, mən bunu sifariş etməmişəm. Mən başqa cürəsini sifariş eləmişdim. Mən sifariş elədiyim daha qalın idi və burada qırmızı rəngdə yazısı var idi. Amma belə deyildi, çünki bu daha ucuzdur. Mən sifariş elədiyim daha baha qiymətə idi. Münasib idi, amma bundan daha kaliteli bir ürünüydü. Amma bu kaliteli deyil. Bu heç kaliteli göründü. Bu şotkadır qızlar, çiməndə skrabla, məsələn, bədəninizi masaj edə bilərsiniz. Heç də məhsul deyil. Bilirsən, qaytara biləcəm. Yazarıq, dəyişdirərik. Çünki bu, mən istədiyim məhsul deyil. Keçirik digər məhsula. Nə olar, burada mənə hədiyyə qoyun. Bunu deyəsən mən açmaq istəmişəm. Sonra dedim, açma, səbirli ol. Aha, burada da təxmin hədiyyə yoxdur. Niyə hədiyyə yoxdur? Burada qızlar skrab var. Çox qəşəng qablaşdırması var. Həm karotların içindədir, həm də belə paketin içindədir. Biraz ASMR. Güzel gedir ve bunları böyle eləmək. Uşaqlıqdan ən sevdiyim anti-stres oyuncağı. Yaxşı, qoydum qırağa. Deməli, bu narlı skrabdır.
Belə. Qəşəngdir. Bağlıdır. Mən əmin oldum ki, məndən öncə bu açılmayıb. İndi mən bunu açıram. Vay, çox qəşəng qoxusu var. Oy qızlar, çox gözəldir. Çox qəşəngdir. Çox qəşəngdir. Teksturası da çox qəşəngdir. Bilirsiniz, fake skrablar, vay, çox qəşəng qoxusu var həqiqətən. Pis skrablar, keyfiyyətdə pis olan, ucuz skrablar gel kimi olur və onların içində sanki skrab yox, gelli və yalandan belə plasmaslar var. Amma bu bildiyiniz, yəni şəkərdir. Çox gözəl qoxusu var və çox qəşəng skrabdır. Məndə skrablar çox olub, yəni mən artıq bunun keyfiyyətindən, mən artıq şəkərdə bunu görmüşdüm ki, bu qəşəng skrabdır. Şamlı. Belə bir. Sadəcə şam. Çox estetik. 2 bağlama qalır. Ən axıra saxlamışam bunu. Deməli, burada 2 ədəd vatni disk var. 2 ədəddən bu ay məsələn bu kraskanı və bunu eləyəcəm. Mən hər dəfə kraskaları dəyişirəm qızlar. Məndən həmişə soruşurlar ki, sizin saç boyanız hansı rəngdədir? Mən həmişə qara, zil qara yox, mavi, mavi, siyah mavi. Yəni bunları istifadə edirəm. Temno-siniy. Bu səfər bunları yoxlayacağım. Bu Vella'dır, Vella tondur. Vella, yox bu Caliston Intense. Amma Vella brendinə aiddir. Bunu yoxlayacağım və ya bunu yoxlayacağım. Amma ikisi də eyni rəngdədir. Amma bunun içində 2 ədəddir. Hə, bunun içində 2 ədəd kraskadır. Və bu bundan ucuz idi. Kəşki bundan götürərdim. Və belə qəşəng, rahat qablaşması da var, balzamı var, əlcəyi var və 2 ədəd kraska var. Bu mənə 2 aya bəsdir. Mən saçlarımı ayda bir dəfə kraskalayıram. Məndə ağ falan saçlar yoxdur. Sadəcə öz saç rəngimi bəyənmirəm. Mənim öz doğma saç rəngim isə açıq rəngdədir. Amma heç sevmirəm. Bilirəm, təbiidir, gözəldir, amma bəyənmirəm. Yəni, həqiqətən, uşaqlıqdan sevmirəm. Bu da belə qəşəng kalitəli görünür. Bunun da belə balzamı var. Balaca yağı var, əlcəyi var və krem boyası var. Məncə siz artıq təxmin elədiniz burada nə var. Tadadadam, bunun içində 2 bilgi var. İnşallah bir qırılmaz. Amma belə baxıram ki, qırılmır. Hər şey yerindədir, hər şey yaxşıdır. Allah şükür. Mən birinci düşünürdüm, bəlkə ikinci əl alım. Yaxşı vəziyyətdə bir güzgü. Elə bildim, baha olacaq. Amma sonra yolda bir gün baxdım ki, çox ucuzdur. Evdə bütöv boy güzgün yoxdur. Yalnız hamamda var və yataq otağında var. O da çox balacadır. Yəni mən evdən çıxanda mən yalnız və yalnız liftdə görürəm ki, mən lookum necə əladır. Amma deyəsən burasında çat var. Ay yox, çat deyil. Silikondur. Burada da biraz var. Qorxdum. Elə bildim çat var, amma əladır. Qiymətinə görə çox superdir və çox praktikdir və istədiyiniz kimi qoya bilərsiniz. Biraz dik dursun, biraz belə dursun. İndi qaldı bu evdə ona bir yer tapmaq. Amma çox qəşəngdir, bəyəndim. Sadəcə buralarını görürsünüz, ləkədir, tozdur daha doğrusu, silmək lazımdır. Kadr arxası. Bunları mən indi gərək tulluyum. Lazımsızları. Amma bunu tullamayacağım. Bunu hamısını partladacağım, sonra tullayacağım. Bunları tulluyum. Bu şotkanı da baxım görüm, neyinirəm. Hələlik qoyum qırağa. Yazacağım indi yola. Bunları yığışırım və gələn vlogu sabah davam eləyəcəm. Vlogun davamını isə sabah artıq çəkəcəm. Baxın görün mən o güzgünü hara yerləşdirirəm. Çünki ev köçdür. Bu şəkildə bunları mən indi yığışdırım və sabah qayıdacağam.
Gəlin sizə qısaca room tour eləyim və evdə ən bəyəndiyim yerləri göstərim sizə. Zalda yerləşən bu stolu çox bəyənirəm. Bu tam da room tour deyil, amma evdə ən bəyəndiyim yerləri göstərəcəm. Məsələn, bu makiyaj masası belə gündədir. Düşündüm ki, buranı biraz yığışdırım, həm də biraz ASMR video olsun, ona görə baxın. Voila, bitdi təmizlik və çox gözəl oldu məncə. Daha boş istəyərdim buralar olsun. Sadəcə mən həm kurs keçdiyim üçün, həm həmişə mənə kosmetika lazım olur, əlimin altında olmalıdır deyə şkaflara gizlətmədim və yeni aldığım orqanayzer də bura çox yaraşdı məncə. Yataq otağında bu tumbanı da çox bəyənirəm. Bu tumbanın üstünə yeni aldığım şamı da qoydum. Sonra belə rakuşkanın qabı var. Rakuşka düz dedim. Bunu da mən almışdım 100 TL-yə. Bilmirəm, bəyəndim. Həm də düşündüm ki, bunun içinə belə aksesuarlar da yığmaq olar. Məncə çox estetik görünür. Xoşum gəlir evdə belə estetik olanda. Bu şamın qoxusu isə mükəmməldir. Evdən şokolad isi gəlir. Mən bunu həlim 2 dəfə yandırmışam, amma qoxusu dəhşətdir. Bu şamdan isə vanil qoxusu gəlir. Bunu da çox bəyəndim, amma hələm yandırmamışam. Amma sırf bu rakuşkanın görünüşü, aksesuarlarımı ora qoymağım, şam, yəni bu tumbanı çox bəyənirəm evdə və hər dəfə şəklini çəkmək istəyirəm, video çəkmək istəyirəm. Sonra evdə belə ramkalarda kartinalar var. Bunları da çox bəyənirəm. Van Gogh'un əsərləridir və evə belə çox maraqlı görüntü verir, çox qəşəngdir. Yoldaşımla belə yeni çəkdirdiyimiz şəkilləri də asmışam. Məncə çox qəşəng görünür. Həm də iş görəndə də başını qaldırıb bizə də baxa bilər arada. Bu vlog belə qarışır, çox qarışırdı. Heç bilmirəm necə alınacaq. Məni izləyicim dəvət elədi. O da burada yaşayır. Çox yaxın yaşayırıq. Ona görə düşündüm, niyə də yox. Gedək, oturaq, söhbət eləyək. Çünki xanım da mən maraqlı gəldi. Çox mehriban qız idi. Oturduq, çay içdik, nə qədər söhbət elədik. İnanırsınız, gəlin sizə hətta göstərim ki, biz
Nə qədər söhbət eləmişik, əslində daha çox video çəkmişdim. Sadəcə orada səs-küylü idi və mahnı var idi. Ona görə mən məcburam bu videonu səsləndirim, bu hissələri səsləndirim. Çox səmimi, çox rahat. Hətta baxa bilərsiniz ki, necə emosiya ilə danışıram, nə isə izah edirəm, başa salıram. Qız məni necə diqqətlə dinləyir. Qız da danışırdı, mən də onu necə diqqətlə dinləyirəm. Yəni çox qəşəng idi, çox bəyəndim. Hətta qızın 22 yaşı var, yoldaşı türkdür, özü Belarusiyadandır və Azərbaycan dilini, türk dilini bilməyə mənim YouTube kanalımı izləyir, məni izləyir. Bu mənim üçün yəni həqiqətən çox böyük motivasiyadır və xanım deyir ki, tez-tez vloqlar çək və paylaş. Mən də çalışıb çox vloqlar çəkəcəm.